Əsrlərin mirasını növbəti dəfə fəxrlə sənətkarlara təqdim edən Şərur Xalq Yallı Ansamblı iyulun 24-26-sında Türkiyə Respublikasında keçirilən 33-cü Beynəlxalq Şafşat Sahara Mədəniyyət və İncəsənət Festivalında ölkəmizi uğurla təmsil edib. Ansambl qastroldan zəngin təəssüratlarla qayıdıb izləyək. Rəsmi açılış mərasimində Şərur Xalq Yallı Ansamblı tərəfindən müxtəlif yallı nömrələr təqdim olundu. O cümlədən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi adından Şafşat Bələdiyyəsinin sədrinə biz xatirə hədiyyəsi təqdim elədik. Sonraki günlərdə festival Şafşat rayonunun Sahara yaylasında böyük bir ərazidə davam etdirildi. Həmin ərazidə də təqdim olunan konsert proqramlarında Şərur Xalq Yallı Ansamblının nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Şafşat Kaymakamlığı və Şafşat Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq festivalda Azərbaycan və Gürcüstanla yanaşı Türkiyənin müxtəlif bölgələrindən rəqs və musiqi kollektivləri iştirak edərək milli mədəniyyət nümunələrini nümayiş etdiriblər. İfa olunan yallılar milli mədəni irsimizin zənginliyini nümayiş etdirməklə yanaşı Azərbaycan xalqının qədim folklor ənənələrinin beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verib. ...2018-ci ildən Köçəri və Təncərə yallıları UNESCO-nun təcili qorunma siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən yallılarımızın beynəlxalq arenada tanıdılması, o cümlədən bu cür beynəlxalq tədbirlərdə iştirakı daim diqqət mərkəzində saxlanılır. İştirak elədiyimiz festival Azərbaycan-Türkiyə mədəni əlaqələrinin daha da möhkəmlənməsinə, o cümlədən yallılarımızın beynəlxalq arenada tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu cür festivalların təşkili Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, bu ənənələri qorumaq baxımından mühüm əhəmiyyət kəsb edir. Adilə Səfərova, Rahib Babayev, NTV Xəbər.